Dəqiq olsun deyənə düz 3-cünü də çəkirəm. Bax bu da 3-cü maneə. Baxın təsəvvür edin, bax maşın gəlir. Allah göstərməsin. Bax onun riski bax dönməsə, görürsüz, bu qəza baş verəcək. Düzdürmü? Cavabdeh kimdir? Bunu mən çəkib ictimailəşdirirəm. Aidiyyatı qurum, xahiş edirik, gördüyünüz işi vaxtında görün ki, hər hansı bir fəsad verməsin. Fəsad verəndən sonra hərə öz yaxasını çəkəcək dala. Baxın, düz yolun üstündə bu bilirəm. Burada təmir gedəcək onun üçün. Bunu təmir gedəcəksə, bunu elə qazdığın günü təmir elə ki, bu daşı bu boyda daşı yolun üstünə qoyursunuz. Buradan gələn nəqliyyat vasitəsi də görməyəcək. O gələcək o daşa. İnanın ki, bax bugün 9-4-cü ay 2026-cı ildir. Mən bunu çəkirəm, bugün paylaşacağım. Allah eləsin ki, sabah heç bir hadisə baş verməsin. Tək ki, baş verməsin. Mən də bunu çəkirəm ki, sürücülər də diqqətli olsun bugün. Allah eləsin baş verməsin. Amma çox güman ki, sabah hər hansı bir burada hadisə baş verəcək. Hadisə baş verir. Ən azından nəqliyyat vasitələrinin katerinə böyük ziyan dəyəcək. Əziz izləyicilər, baxın, bu demək Şirvan yoludur. Şirvan şəhərinə çatan istiqamətdir. Demək, yolda belə bir xəbərdar edici nişan qoyulub güya. Baxın bunun vəziyyətinə. Demək, bu gecə vaxtı, indi gündüz vaxtı görülür. Gecə vaxtı bax bu yoldan gələn bu maşınlar, bax görürsüz maşınlar gəlir. Düzdürmü? Gecə vaxtı bu maşınlar bunu görməsə, bu yolda qəza qaçılmaz olacaq. Bu qəza baş verəndən sonra, maşına ziyan dəyəndən sonra, bu qəza baş verəndən sonra istər bu yola var, istəyirsiniz mərmər düzün. Onun heç bir faydası olmayacaq. Çünki bu qəza verəcək. Gündüz vaxtı pitər elib görmək olur. Bu gecə vaxtı bu nəqliyyat vasitəsi gələcək. Bunu görməyəndə qəza baş verəndən kim cavab verəcək? Şirvan yolunda. Bax burada çuxurlar var. Bundan bir dənə dörd, çoxdur bu. Bax təsəvvür edin, bu maşın gəlir. Bax görürsüz, bu gecə vaxtı bunu görməyəcək. Düzdürmü? Gecə vaxtı görmədiyi vaxtda da maşına ən azı xəsarət dəyəcək. Xəsarət olmasa da maşın buradan maşın çaşıb bu dərəyə də yuvarlana biləcək. İstənilən hadisə baş verəcək. Hadisə də baş verəndən sonra heç bir qurum bəlkə də üzərinə götürməyəcək. Sonra gətir bura, istəyir buramın qranit düz, nə bilim mərmər düz. Nə fayda?